İndi sağ tərəfdə tətbiq olunmuş nişana bax. Üçbucaq nişan. Dediklə nişandır. Yol və nişan. Bax indi bu yol ayrıcına diqqət elə. Bu yol ayrıcında tətbiq olunmuş nişan yol ayrıcı, yol ver nişanıdır. Məlum adı üstündə yol veririk. Kimə? Trayektoriyamız kəsişən nəqliyyat vasitələrinə. Yoxdur ki kimsə. Artır sürəti. Düz davam edirik. Sağdan gələnlər bizə yol verməlidir. Qorxmur. Artır bizim. Birazca artır. Birazca sağa meyillər. Bax sağ gözlüyorsun. Sürəti bir bağa alacaq, azal. Burada tətbiq olunmuş nişana bax. Stop nişanı. Davam edir. Niyə o yol ayrıcında yol ver nişanı, bu yol ayrıcında isə stop nişanı tətbiq olunur. Bu haqda danışacağım. İndi biz burada tam şəkildə dayanırıq. Biraz qarşıda, get qabağa. Biraz da tam şəkildə dayan. Soldan gələn nəqliyyat vasitələrinə yol verərək ilk kəsişməni keçəcəyik. Daha sonra sağa baxacağıq. Qanunla sağdan gələnə də yol verməliyik. Amma burada yanlış vərdişlər formalaşıb deyə sağdan gələnlər bizə yol verir. Sonra düz davam edəcəyik. Əyləci burax. Cüzü qaza toxun. Sola çevril, çiyin baxışı ilə bax. Bax bu böyründəki maşın sənin qoruyucundur. O keçəndə sən də keç. Amma o tərəfə sıxma. Böyür məsafən azdır. Artır sürəti. Artır. Kesin. Keçin. Yox da artır deyəndə rəqsəni anında. İndi fürsətdir. Artır. Artır. Sağdan gələn yoxdur ki. Davam edelim. Qaz pedala biraz geç keçid elədim. Yəni o mən sənə ki komanda verirəm ha ki sürəti artır. Onda sən cəld bir şəkildə bir sıçrayış lazımdır bizə ki fürsətdən istifadə edib bu yol ayrıcına daxil olaq. Sən çox ləng tərpənsən, artıq gecikəcəksən. Ya əsas yoldan gələnlər səni vuracaq, ya da vurmamaq üçün tutalım ani tormozlanma eləyəcək ki, bu da sənin ona qəza şəraiti yaratma anlamına gəlir. Qaydanı pozacaqsan. İndi yavaşca sola bir damcı meyilləndim bu maşını. Vəssalam. Qarşıda işıqforun yaşıl bölməsi yanır. Zolağın içərisində olan bax, istiqamətə bax. Bu zolaqla yalnız düz yaxud da sağa dönə bilərik. Sürəti azaldı. Gecikirsən, qərarı gec verirsən. Demirəm, əyləc pedalını az basırsan, yaxud qaz pedalını qərar verməyə gecikirsən. Biraz bunu cəhdləşdir. İndi yaşıl bölmə yanında biz düz gedəcəyik. Qaydaq biz yol ayrıclarında tətbiq olmuş nişanların fərqi nə? Niyə bir yol ayrıcında yol ver nişanı tətbiq olunmuşdur, digərində isə stop nişanı? Yol ver nişanının tələbi nədir? Deyir ki, trayektoriyanız kəsişən nəqliyyat vasitələri olarsa, yol verərək davam edin. Amma stop nişanı əmr eləyir ki, mütləq dayan. Maşın olsa da, olmasa da, uzaqda da olsa, yaxında da olsa tam şəkildə dayan, sonra hərəkəti davam edədir. Ona görə orada fərqli nişanlar tətbiq olunmuşdur ki, yol ver nişanı o yol ayrıclarında tətbiq olunur ki, o yol ayrıclarında görüntü məhdud deyil. Sürücü artıq yol ayrıcına çatmadan görə bilir uzaqdan gələni. Və gələn yoxdursa keçib gedə bilər. Amma stop nişanı görüntünün məhdud olduğu kəsişmələrdə, yol ayrıclarında tətbiq olunur. Çünki sürücü ora çatmamış görə bilmir oradan kim gəlir. Ona görə məcburən orada tam dayanmalıdır təhlükəsizliyi təmin etmək üçün. Anladın? İndi yaşıl bölmə yandı və hərəkətimizi düz davam etdiririk, artır. Kiməsə yol vermək məcburiyyətində deyil. Sadəcə olaraq intervalı qoru, yəni böyüklüyündə sürət azal. Əyləci burax, artır sürəti. Sağda piyadalar var, bax görsən. Yol vermə, davam edə. Piyada keçidi buradır. Qazdan ayaq. Sadəcə olaraq gör ki, immunitetin yaransın, artır sürəti. İndi qarşıdan görsən sola döngələr var. Ola bilsin ki, qarşında gedən nəqliyyat vasitəsi sola dönsün. Ona görə çox yaxınlaşma ki, arxasında ilişib qalmağa məcbur qalmayasın. Biraz sağa çəkil, bir balaca da. Piyadanı görsən.
deməli bu maşın ona yol vermək üçün dayanacaq. Sən də həmçinin artır sürət. Hələ ki sağ cinahla davam elə. Bax. Başını çıxardı maşına gördün. Bunun kimi qızım sağdan getməyə məcbursansa, bax görsən yük avtomobili görüntünü məhdudlaşdırıb. Anidən onun qabağından adam çıxa bilər, onu düşün. Anidən qapısı açıla bilər, onu düşün.